Ağdaş rayonunda 2003-cü il təvəllüdlü Kənan Zülfüqarov ötən il iyul ayında gecə yarısı Ağdaş şəhərində münaqişə zəminində atası 1976-cı il təvəllüdlü Aqil Zülfüqarovu bıçaqlayıb. Məlumata görə hadisə onların yaşadığı fərdi evdə baş verib. Səbəb kimi atanın oğula az məbləğdə pul verməsi göstərilir. Kənan əvvəlcə 13 iyul saat 23 radələrində atasının yanına gələrək pul istəyib. Atası ona cəmi 12 manat verib. Bir müddət sonra yenə yaxınlaşdıqda atası başçısını çağırıb. O isə Kənana əlavə 1 manat verib. Kənan ifadəsində bildirib ki, anadan gəlmə nitq pozğunluğu və əqli geriliyi səbəbindən məktəbə getməyib. 3-cü dərəcə əlilliyi var. O deyib ki, 14 iyul gecə yenidən pul istədikdə atası onu otaqdan çıxmağa işarə edib və aralarında mübahisə yaranıb. Kənan onu qorxutmaq məqsədi ilə mətbəxdən bıçaq götürərək geri qayıdıb. Lakin atası ona bıçağı yerinə qoymağı əmr edəndə əsəbləşərək valideyninin qarın nahiyəsinə bir neçə zərbə vurub. Neçə zərbə vurduğunu xatırlamadığını deyib, atasının qarnından qan axdığını görəndə qorxub və qapıya tərəf qaçıb. Anası və bacısı onu saxlamağa çalışsalar da bacarmayıblar. O evi tərk edərək qonşusunun həyətinə keçib və bıçağı oradakı ağacın altına atıb. Daha sonra evinə qayıdaraq anası ilə birlikdə Ağdaş rayon polis şöbəsinə gedib və təslim olub. Cinayət işində araşdırılıb. Məhkəmə Kənan Zülfüqarovun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham olunan əməli anlaqsız vəziyyətdə törətdiyini sübuta yetirilmiş hesab edib. Şəki Ağır Cinayətlər Məhkəməsində hökmə əsasən o cinayət məsuliyyətindən və cəzadan azad edilib.